İlk olaraq onu bilməliyik. Xatırlayırıqmı? Ərəbistan tavası ilə. Ərəbistan və Avrasiya. Ərəbistan və Avrasiya tavaları. Daha dəqiq Şərqi Avropa platforması ilə Ərəbistan tavasının toqquşması nəticəsində yaranmışdır. Tamamilə doğrudur. Deməli, Azərbaycan ərazisi hansı geosinklinal qurşaqda yerləşir? Alp-Himalay. Alp-Himalay geosinklinalında tamamilə doğrudur. Azərbaycandakı o zaman Böyük Qafqaz dağları, Kiçik Qafqaz dağları geosinklinalın neçənci mərhələsindədir? Görsün. 3. Üçüncü mərhələsi, əla. Cavan dağlar geosinklinalın üçüncü mərhələsidir. Geosinklinalın platformaya çevrilmə mərhələsi neçənci mərhələdir? Dördüncü 4. mərhələ. Dördüncü mərhələ. Bəli, bu Azərbaycanda yoxdur. Dünyada olan qədim dağlar bura aiddir. Azərbaycan ərazisi hansı işıqlanma qurşağında yerləşir dedik? Şimal mülayim. Şimal mülayim. Tamamilə doğrudur. Bir qayda da demişdik ki, şimal mülayim ümumiyyətlə mülayim işıqlanma qurşağında şimal-cənub fərq eləmir. Günəş şüalarının maksimum, il ərzində maksimum və minimum düşmə bucaqları arasındakı fərq neçə dərəcə olar? 23,5. Yox, bax, 26 maksimum. onda 5. Ha, 26 Yox, o Mən 73 Azərbaycandadır. zamanda 5. 73 Bax, zamanda 5. maksimum 73,5-dir Bakıda, düzdürmü? Minimum da 26,5-dir. Siz maksimum və minimumu deyirsiniz. Mən isə bunların arasındakı fərqi soruşuram. 47. 47 dərəcə. Bəli, yadda saxlayın ki, mülayim işıqlanma qurşağı daxilində bütün məntəqələrdə günəş şüalarının maksimum və minimum düşmə bucağı arasındakı dərəcə fərqi 47 dərəcədir. Azərbaycan ərazisi bütünlükdə şimal və şərq yarımkürəsində yerləşir. Tamamilə doğrudur. Hə, gəlin indi Azərbaycanın burada biz coğrafi xəritəsində relyef vahidlərini müəyyən edək. Öncə bax bu düzənlikdən başlayaq. Bu hansı düzənlikdir? Qana xəritə. Tamam, xeyir. Qanı xəyri çay. Tamamilə doğrudur. Kiçik Qafqaz dağlarının cənubundan axan çaylar burada nə yaradır? Palçı. Daşlı palçıqlı. Daşlı palçıqlı sellər yaradır. Aydın məsələdir. Bəli. Dağlıq ərazidən düzənliyə çıxanda Gətirmə gətirmə konusu. konusu relyef formaları yaradır. Tamamilə doğrudur. Bəs buranın iqlimi nə idi? Yayı istiqet yox. Mülayim isti iqlim idi də. Mülayim isti iqlim hansı tip idi? Qışı quraq keçən. Qışı quraq keçən mülayim isti iqlim tamamilə doğrudur. Qanı xəritədə qışı quraq keçəndir və yerləşdiyi vilayət daxilində, yəni Kür çökəcəyi vilayət daxilində ən çox yağıntı məhz bura düşür. Burada hansı landşaft yayılıb? İntirazonu. İntrazonal landşaft tamamilə doğrudur. Bəs burada intrazonal landşaftın yaranmasının səbəbi nədir? Biz onu səbəblə də əlaqələndirmişdik ki, bunun səbəbi də var. Şirin qurumlarının sənsə yaxın yerləşir. Tamamilə doğrudur. Şirin qurunçlarının yer səthinə yaxın yerləşməsi ilə əlaqədardır. Torpaqları da alluvial çəmən və çəmən meşə torpaqları olacaq. Bəs bu düzənliyimiz hansı düzənlikdir? Samur dəvəsi. Samur dəvəsi tamamilə doğrudur. Samur dəvəsi düzənliyində deməli düzənliyin şimal hissəsində bax burada bir düzənlik də var. Şollar düzü. Şollar düzənliyi əla. Şollar düzənliyində də intrazonal landşaft varmı? Bəli. Tamamilə doğrudur, var. Buradakı amma intrazonal landşaftı Qanı Xəyri çaydan fərqləndirən cəhət nədir? Gətirmə konusu yaranmır. Hər ikisində yox, gətirmə konusu yaranır. Bu iqlim Qurun suları fərqlidir. səth yaxın yerləşmir. Hər ikisində qurun suları səthə yaxın yerləşir deyə ona görə yaranır. Sadəcə olaraq fərq iqlimdir. Burada Hə. mülayim isti iqlimdir, amma şollar düzündə hansı iqlimdir? Azərbaycanda yalnız Qanı Xəyri çay və Yarım səhra Lənkəranda Ha, yarım səhra quru çöl. mülayimdir. Qalanları bəli, yarım səhra, quru çöl iqlimidir. Qışı mülayim keçən yarım səhra, quru çöl iqlimidir. Sonra bu ərazi vahidi hansıdır? Qobustan Abşeron, Abşeron. Qobustan. Abşeron. Abşeron yarımadası, Abşeron, bura isə Qobustan alçaq dağlığıdır. Qobustan alçaq dağlığında üstünlük təşkil edən relyef formaları nələrdir? Arid denudasiyon. Arid denudasiyon relyef formaları üstünlük təşkil edir. Arid denudasiyon formaları dedikdə nələr nəzərdə tutulur? Yarğan, Yarğan, Qobus, Qobus. Morit. Şırım, Bedlin tamamilə doğrudur. Bir də burada ən çox əslində bu xəritədə göstərdiyim ərazilərdə Abşeron, Qobustan, Cənub-Şərqi Şirvan, Xəzər dənizindəki adalarda formalaşır.
və bu göstərdiyimiz ərazilərdə formalaşır və 3-4 kilometr dərinlikdə Palçıq, formalaşır. Nə? palçıq vulkanları. Falça vulkanları tamamilə doğrudur. Falça vulkanları hansı ərazilərdə daha geniş yayılıb? Xəzər sahili bir də ki, Yox, belə deyək. İşte mən neft əraziləri qaz olan göstərdim. ərazilərdə. Neft. Aysa neft qaz ehtiyatlarının Bəli. zəngin olduğu ərazilərdə neft qazla bağlıdır. E, Bəs biz palçı vulkanlarının səthə çıxdığı zaman qaynar maddə nə adlanır? Magma. Magma ilə əlaqəsi yoxdur axı palçı vulkanlarının. Buna Geyser. salza deyilir. Salza. hə. Salza bəlkə nəyə çevrilir? Reaksiya. Reaksiyaya çevrilir. Tamamilə doğrudur. Deməli, palçı vulkanlarımız ancaq Böyük Qafqaz və Kür dağarası çökəkliyində olacaq və neftli qazlı ərazilərdə yayıldığını da unutmuruq. Bu hansı düzənliyimizdir? Şirvan düzü. Şirvan. Şirvan düzü. Şirvan. Kürün hansı sahilində yerləşir Şirvan düzü? Sol. Sol. Axın istiqamətdə durursunuz. Sol. Sol sahili olur, tamamilə doğrudur. Və bir hissəsi okean səviyyəsindən yuxarıdadır. Və burada da çayların yaratdığı, gətirdiyi tipik relyef formaları var. Bunlar da nə adlanır? Gətirmə Gətirmə konus. Gətirmə konus konus. olacaq. Şirvan düzündə torpaqların rəngi nə rəngdir? İqlim yarımsəhradır. İqlim yarımsəhradsa torpaqlar nə rəngdə olar? Boz. Təbii ki, Şabalı boz, torpağı. Boz qonur, boz səmən. boz Boz çəmən. qonur, Boz çəmən. boz çəmən torpaqlar tamamilə doğrudur. Bir Açıq də Şirvan şabalıqdır. düzünün şimal hissəsində açıq şabaldı torpaqlar dağətəyi ərazilərdə yayılmışdır. Sizcə bu torpaqlarda dəmiyə əkinçiliyi yoxsa suvarma əkinçiliyi inkişaf etməlidir? Boz qonur Suvarma. Suvarma. Təbii ki, suvarma Suvarma. əkinçiliyi. Dəmiyə əkinçiliyi suvarmaya ehtiyacı olmayan əkinçiliyidir. Dəmiyə Suvarma deyəsən şəraitində əkinçilik necə adlanır? necə? Suvarma şəraitində İrrigasiya. İrrigasiya. tamamilə doğrudur. İrriqasiya adlanacaq. Əhsən. Sonra torpaqların bərpası prosesi necə adlanacaq burada? Rekultivasiya. Rekultivasiya. Bərpası rekultivasiyadır. Torpaqların məhsuldarlığının artırılması Meliorasiya. meliorasiya tədbirləridir. Tamamilə doğrudur. Yaxşı, Şirvan düzündə hansı dövrün süxurları üstünlük təşkil edir? Mən bütün düzən ərazilərimizdə Dördüncü dövr. dövrdə Dördüncü dövr antropogen və yaxud da antropogen dövrün süxurları yayılmışdır deyə bilərik. Sonra bu hansı ərazidir? Bu haqqda da danışacağıq. Ceyrançol Ceyrançol açılır. Acınahır. Ceyrançol, Acınahur, əla. Ceyrançol, Acınahur ərazisində hansı relyef formaları yayılmışdır? Arid denidasyon. Arid denidasyon yenə də burada bedlendlər üstünlük təşkil edir. Və burada hansı yaşlı süxurlar üstünlük təşkil edir? Neogen. Neogen. Ceyrançol, Acınahur deyəndə Neogen ağlımıza gəlməlidir. Neogen yaşlı süxurlar üstünlük təşkil edir. Neogenlə yanaşı burada antropogen də var. Burada neft ehtiyatları var. Amma yadınıza gəlsə bu haqqda danışdıq ki, neft ehtiyatları var, amma nə edilmir? Bəli, ondan istifadə olunmur. Çıxarılmır, istifadə Bəli, olunmur. çıxarılması daha çox maliyyə ehtiyacı var deyə çıxarılmır. Bəli, tamamilə doğrudur, əslən. Deyirdi ki, burada maya dəyəri baha başa gəlir deyə olmur. Burada bir göl də yerləşir, Gürcüstan-Azərbaycan sərhədində. Candar göl. Candar göl. göl, əla. Şirinsu Şirin yox, su göl. Şorsulu. Şirin sulu. Şirin suludur. Əla. Buradakı gölün adı nədir? Acınahur. Acınahur. Nohur. Bəzi şagirdlərimiz deyir ki, Acınahur gölü şirin suludur, düzdürmü? Acı ilə, bəli. Acı ilə. Acıdır, şor Şor suludur. sulu. Bəli. Sonra burada demişdik ki, burada da bax bu göstərdiyim ərazi hansı düzənlikdir? Qarayazı düzü. Qarayazı. Hansı meşələr qorunur burada? Tugay meşələr. Tuqay, Tuqay meşələr qorunur, tamamilə də. Tuqay meşələr necə yaranır? Qurun sularının sahətə yaxın yerləşməsi. Yox, burada quruntusu ol. Quruntusunu biz quruntu qeyd etdik. Qanxəri çay və şollara. Burada hansı çay var? Hansı çaydan su sıza bilər? Kür çayı var da, mən deyim orada. Kür çayı, bəli, Kür çayından sızan sular vasitəsilə. Hansı qoruqda mühafizə edilir Tuğay meşələr burada?
Qarayazı. Qarayazı. Tamamilə doğru. Qarayazı qoruğu, Qarayazı düzənliyində. Bəs burada endemik bitki qorunurdu bir dənə. Eldar Şamı. Eldar Şamı. Eldar Şamı. şamı, əla. Eldar Eldar şamı şamı. qoruğunda Eldar şamı mühafizə edilirdi. Və necə bitki idi bu? Endemik. Endemik nə Endemik. deməkdir? Endemik. Hər hansı Sadəcə bir bir ərazidə ərazidə xas olan. yayılan. Tamamilə doğru. Yalnız bir ərazi üçün xas olan. Bir də bəs burada da bir neçə rayon ərazisini əhatə edən bir qoruq var idi. Büryan çay. Türyan çay. Çayın adı ilə bağlıdır. Əhsən. Süryan Büryan çay. Nə qorunur? Ardıç saqqız. Əhsən. Ardıc və saqqız Ağac. ağacı. Bəli. Belə. Sonra gəlirik bu düzənliyimizin adı nədir? Gəncə Qazaq Qazaq. Qarabağ. Gəncə Qazaq. Gəncə Gəncə Qazaq Qarabağ. düzənliyi, amma fiziki coğrafi rayon olaraq Qazaq Qarabağ Qazaq Qazaq Qarabağ. Qarabağ rayonu. rayonu deyirik. Tamamilə doğrudur. Qazaq Qarabağda yanmayan neft var idi. Yanmayan neft dünya əhəmiyyətli hardaydı? Şeydə Naftalanda. Mən müalicə və həmiyə. Müalicəvi əhəmiyyətli. Bəli, Naftalanda. tamamilə doğrudur. Naftalanda. Bəli, buranın elə təbii ehtiyatı da odur. İqlim nə olar sizcə yenə burada? Yarım Səhra səhra burada da. Səhra burada da. Qurçu. Bir də dördüncü Yarım dövr. səhra quru çöl tamamilə doğrudur. İqlimidir, qışı mülayim keçən yarım səhra quru çöl. Torpaqları da Gəncə Qazaq düzənliyində şabalıdır. Torpaqlar üstünlük təşkil edəcək. Qarabağ düzənliyində isə boz çəmən Bozqun. olacaq. Bəs buradakı aşağı Arazboyu düzənliklərə hansı düzənliklər? Gəyən, İncə, Hələmi. Gəncə Hərəmi. Bəli, Gəyən, İncə İncə, və Hərəmi düzənlikləri daxildir. Sonra Ağgöl qoruğu, Ağgöl Milli Parkı. Həm Milli Parkdır, həm də qoruqdur. İndi qoruq əsas olduğuna görə qoruq deyək. Daha doğrusu Milli Park əsas olduğuna görə Milli Park deyək. Ağgöl Milli Parkı hansı düzənlikdə yerləşir? Milli Sən düzənlik. Mil düzənliyində. Mil düzənliyi, əhsən. Mil düzü Kürün sağındadır yoxsa solundadır? Sağında. Sağında. Sağın Kürün sağ, Arazın isə Solunda. Solunda. sol sahilindədir. Əla. Sonra Muğan düzənliyi hardadır bəs? Kürün Muğan Kürün Sağında. Kürün də Sağında. sağında, Arazında. Arazındakı solunda. Hər ikisinin sağındadır. Bəli. Dostum. Niyə? Arazın sağında bəli. Niyə özünü çaşdırırsan ki? Bəli. Bax, bunun da sağdır, bunun da sağıdır. Sonra buradakı düzənliyimizin adı nədir? Cənub Şərqi. Cənub Şərqi Şərqi. Şirvan Yox, düzü. yox. Cənub. Səlyan Səlyan düzü. Salyan düzənliyi, bəli. Cənub-Şərqi Şirvan düzü Kürün sol sahili düzənliyidir. Cənub-Şərqi Şirvan düzənliyidir. Sonra buradakı milli parkımızın adı nədir? Hirkan. Qızılbaş. Hirkan. Qızılağac. Hirkanın Xəzərə Qızılağac. çıxışı yoxdur. Hə, Qızılağac. Buradakı milli parkın adı? Şirvan. Şirvan Milli Parkı. Əla. Şirvanda nə mühafizə edilir? Ceyranlar, bir də su quşları. Tamamilə doğru. Ceyranlar, Bəli. sığışlar. Əla. Yarımsı bir də yarım səhra landşafı. Yarım səhra landşaftı mühafizə edir. Təbii ki, var. İndi bax Şirvan da milli parkdır, həm də qoruqdur. Qızılağac da həm milli parkdır, həm də qoruqdur. Qoruqlarda bütün komponentlər qorunur. Orada adi bir daş parçası belə siz oradan götürə bilməzsiniz. Çünki ora girə bilməzsiniz. Bəli, girə bilmir. Girməyə icazə yoxdur. Sonra bu düzənliyimiz hansıdır? Lənkəran. Lənkəran. Əla. Lənkəran. Lənkəranın öncə başlayaq hansı dövrün süxurları yayılıb? Paynozoy dördüncü dövr. Paynezo. Paynozoy erasının Dördüncü dövr. dördüncü. Bütün düzənliklərimizdə, yəni hündürlüyü çox olmayan düzənlikdən söhbət gedir. Məsələn, Qarabağ yox. Elə Qarabağda da dördüncü dövr. Bütün düzənliklərimizdə deyin ki, dördüncü dövr süxurları yayılmışdır. Lənkəranda landşaft nədir? Lənkəran ovalığında. Su bataqlıqları Landşaft landşaft düzən meşədir. düzən Düzən meşə meşə landşaftıdır. landşaftı. Bəli. Düzən meşə landşaftı altında burada hansı torpaqlar yayılıb? Sarı torpaq. Sarı torpaqlar, bəli. Sarı Bəli, torpaqlar yayılıbsa, sarı torpaqlar hansı bitkiçilik inkişafına təkan Mən verir? sitrus meyvələri, bir də Sitrus say- meyvəçilik. Sitrus. Sitrus, bəli, sonra say bitkisi. saçılıb. Bir də tez yetişən bitkiçilik demişdik. Nə idi Bəli. onun adı? Relikt bitkilər. Yox. Periş. Paraş, bəli. Hə, faraş. Paraş bitkiçiliyi tez yetişən inkişaf etdirilir. Bəli, bu da bizim Lənkəran ovalığımız. Sonra gələk görək bax bu hansı dağlardır?
Talış Talış dağları. Talış dağları. dağları. Talış dağları, əla. Talış dağları bir neçə silsilədən ibarətdir ki, onlardan da biri bax bu sərhəddəki silsilədir. Kömürköy, Kömürköy Qızılırmak. Qızıyurdu. Silsilə, onlar zirvədir. Peştəsər. Peştəsər. Bura Peştəsər Talış var. silsiləsidir. Burovar. Bəli. Bura Peştəsər, bura isə Burovar Burovar. silsiləsidir. Talış dağlarında ən hündür zirvə Kömürköy. Kömürgü. Kömürköy, 2 dənə 2493. zirvə deyirik və 2493. Qız yurdu. Bəli. 2493 Kömürköy, 2433 Qızıyurdu. Qız yurdudur. Əla. Biz qeyd etmişdik ki, ölkə respublikamızın yüksək dağlığında, yəni Böyük Qafqaz və Kiçik Qafqazın yüksək dağlığında Yura, orta dağlığında isə Təbaşir. Təbaşir. Amma Təbaşir. Naxçıvanla Talış dağlarını istisna etmişdik, ayırmışdıq. Deyirdi ki, Talış dağlarında və Naxçıvanda yüksək dağlıqda hansı dövrün süxurları yayılıb? Paleogen. Paleozoy. Paleogen. 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 Kimsə bayaqdan 3 dəfədir paleozoy deyib. Müəllim dilimə dolaşıyor. Paleogen Dördüncüdən demək qorusun. istəyir. Paleozoy. Deməli, paleogen yaşlı süxurlar Zəngəzur silsiləsi və Talış dağlarına oxşar cəhət nədir? Zəngəzur hər ikisində paleogen yaşlı süxurlar yayılıb. Və burada paleogen yaşlı vulkanik süxurlar yayılıb. Amma vulkanik süxurlar yayılsa da nələr yoxdur? Vulkan yox. Vulkan. Deməli, Talış dağlarında vulkanik süxurlar olsa da filiz faydalı qazıntı yataqları mövcud deyildir Talış dağlarında. Əksinə burada təbii ehtiyatlar nədir? Əsas təbii ehtiyatlar. Mineral bulaqlar var. Hə? Hansı mineral bulaqları tanıyırıq? Cimi, xaltan xaşı. Burada yox, qarışdırdım. Yox, Naxçıvanda Badamlı. badamlı, sirab. adamlı. Talışda nədir? Hı. Ərkivan, İstisu. İstisu, Masallıda. Sonra, Qotur su var idi. bəli, Astara. meşə su, qotur su, donuz ütən, Astara da var idi. Astarada aşağı Ağçörpü, mineral bulaqları. Mineral bulaqların ümumiyyətlə Talış dağları zəngindir. Sonra gələk hara? Naxçıvana. Naxçıvanda gəlin görək hansı deməli düzənliklər var. Naxçıvanı biz iki yerə böldük də Orta Araz Bəli, vilayətinin Günlük Orta Araz Qafqazı və Şərur Ordubad düzənlikləri. Hansı düzənliklər var burada? Kədərəyi var. Sonra Kədərəy. Şərur var. Zəngəzur. Şərur, Şərur. Şərur Sonra silsilədir. Naxçıvan. Naxçıvan düzü. Kədərək, Şərur, Böyükdüz, Bəli. Naxçıvan, Gülüstan. Ordubad. Yaycı, Ordubad. Ordubad. Urfa. Bəli, demişdik ki, 4-ü Araz əyilməsinə, Gülüstan, Yaycı, Ordubad isə Kiçik Qafqaz qalxmasına aiddir. Biz bax bu formada aid etmişdik. İndi gəlin Naxçıvan barədə biraz da davam edək. Nə danışaq Naxçıvan haqda? Biz Talış dağlarında milli parkları demədik. Burada hansı milli park yerləşir Talış dağlarında? Talış dağlarında milli park, relikt və endemik bitkilər qorunur. İrkam Milli Parkı. İrkam. Bəli, cavab verməkdən çəkinməyin. Verin getsin. Yarpaq. Bəli, relikt və endemik bitkilər mühafizə edilirdi. Bəs Naxçıvanda bax burada yerləşən milli parkımız necə adlanır? İrkam. Bəli. Flora və faunası mühafizə edilirdi. Bu hansı silsilə oldu? Zəngəzur. Zəngəzur silsiləsi. Zəngəzur. Əla. Zəngəzur silsiləsinin ən hündür zirvəsi necə adlanır? Qapıçı. Qapıçı. Qapıcıq. Nə qədərdir Qapıcıq? 3904. 4 3904. metr. Əla. Əla. Yuxarısı da Dərəli silsiləsidir. Kükü dağı deyəsən. Bura, bəli. Şükü dağdır. 3000 Paleozoy. 20 metr. 3000. Hə, 3000. Talış dağlarında dağın ətəyindən zirvəsinə doğru ardıcıl olaraq hansı landşaftlar yayılmışdır? Lənkəran ovalığı bilirsiniz ki, düzən meşə. Düzən meşədən sonra nə gəlirdi burada? Düzən meşədən sonra. Bəli. Dağlıq meşə. Dağ meşə. Dağ Bəli, meşə. düzən meşə sonra dağ meşə gəlir. Sonra Quru dağ. quru dağ çölləri tamamilə doğrudur. Sonra isə Ya dağ, kserofit,
Kolluqlar. Quraqlığa davamlı bitkilər necə adlanırdı burada? Necə bitkilər? Relikt bitkilər. Relikt. Yox, yox, relikt qalıq idi. Efemerli. Efemerli bitkilər, bəli. Efemerli bitkilər. Dağ kserofit kolluqları başqa hansı vilayətimizdə yayılmışdı Talışla yanaşı? İki vilayətdə qurşaq əmələ gətirir. Naxçıvanda. Tamamilə Naxçıvan. doğru, Naxçıvanda. Lənkəran ovalığının iqlimi nə oldu? Onu da deməliyik. Deməliyik, Mülayim vacibdir. Yayı quraq istiqlim. keçən mülayim isti. Mülayim isti iqlimdir. Tamam, yay quraq keçəndi. Talış dağlarından axan çayların qidalanmasında üstünlük təşkil edən mənbə Yağış sularıdır. Yağıntı. yağış suları, bəli. Yağıntı. Şirin sağ qollardır yoxsa sol qolları? Heç bir qol deyil. Birbaşa Xəzərə tökülən çaylardır əksəriyyəti. Bolqar sayama tökülür. Bir dənə Bolqar çay, bəli, istisnaidir. Yaxşı, bax burada Yardımlıdan başlayıb Masallı və Lənkərandan keçərək Xəzərə tökülən bu çayın adı nədir? Lənkəran? Yox. Bilək say. Biləş çaydır, bəli, Biləş Biləş çayı. çay. Tamamilə doğrudur. Sonra gəlirik təzədən qayıdırıq Naxçıvana, Orta Araz vilayəti. Orta Araz vilayəti hansı ölkəyə aid idi? Ön Asya. Asya. Anasya. Asiya. Ön Asiya. Yalnız bu Ön Asiyaya aid idi. Tamamilə doğrudur. Faydalı qazıntıları haqqında danışacağıq. Gəlin burada landşaft qurşağı haqqında danışaq. Şagülü zonallıq. Yəni buna şagülü zonallığa nə deyirdik? Azonallıq. Azonu. Düzən ərazidə yarım səhra yayılıb, düzdürmü? Yarım səhra. Yarım səhradan sonra nə gələr? Quru çöl. Quru çöl. Əla. Quru çöldən sonra nə gələr? Dağ Dağ çöl. çöl. Dağ çölləri. Əla. Dağ- Dağ çöldən Dağ sonra meşə. normalda Dağ dağ meşə. meşə gəlməlidir, amma Naxçıvanda dağ meşə varmı? Yoxdur. Yok. Dağ meşə yoxdur. Dağ Onun çöl. əvəzinə nə yaranırdı? Şey, Dağ çöl. Lənkəran. Dağ kserofil. Talışda yaranandan Bəli. Dağ kserofil. dağ kserofit kolluqlar, bəli, efemerli bitkilər. Sonra gələr dağ çəmən. Dağ çəməndə iki yerə bölürük də, subalp çəmən və alp Alp. çəmən. Bəli, subalp çəmən və alp çəmən, sonra subnival Subnival və nival. Nival. Nival nə deməkdir? Hündürlüyü Buzlaq. 3904 mm. Buzlaq. Buzlaq. Buzlaq rayonu. Bəli, buzlaq anlamına gəlir. Naxçıvanda sədərəş qalxmasında rast gəlinən süxurlar. Palyozoy. Paleozoy yaşlı, bəli, Paleozoy. respublikamızın ən qədim süxurlarıdır. Bir də ki şey Türkiyədə Dərə Tovuzda var. Tovuzda var. Tovuzlar Əksər əksik çay, zəyəm çay, bəli. Bəs Dərə Ləyəzdə xüsusi fərqlənən, Palyozoy. yalnız Dərə Ləyəzdə yayılan süxurlar. Triyas. Triyas. Triyas, əhsən. Onda belə çıxır ki, Naxçıvanda Mezozoy erasının bütün süxurlarına rast gəlinir desə, Triyas, Yura, Təbaşir. Doğru fikir. Doğrudur. Naxçıvanda demək olar ki, uşaqlar, bütün dövrlərimizin bütün dövrlərin süxurlarına rast gəlirik. Naxçıvanda mərmər ehtiyatları mövcuddur, düzdürmü? Mərmər xeyr. Var, Təbii ki, düzdür, var. düzdür. Harda- Mərmər ehtiyatlarımız Naxçıvanda, Daşkəsəndə və Qubadadır. Bir də Ağdamın Gülablı qəsəbəsində var. Amma əsas ehtiyatlarımız bəli, Naxçıvan, Daşkəsən və Qubadadır. Naxçıvanda filiz faydalı qazıntı varmı? Bəli, Naxçıvanda var. filiz- Əlbəttə Bəli. var. Əlbəttə var. Prosta qara filiz, qara metallın xammalıdır, yoxsa əlvan metallurgiyanın xammalıdır? Qara. Qara mı? Əlvan. Qara Əlvan dəmir. metal, Tamam, əlvan. burada dəmir yoxdur, xrom yoxdur. Əlvan metal. Əlvandır burada. Nə var? Burada. Mis, Polimetal var. balata, molibden. Polimetal var. Bəli. Molibden var. Molibden. Əslində mis yataqlarda var, sadəcə olaraq dərslik səviyyəsində. Abituriyent səviyyəsində öyrənmirik, ehtiyac görmürük. Naxçıvan əksər çaylarının qidalanmasında üstünlük təşkil edən Yeraltı mənbə. suları. Yeraltı sular. Bir dənə çay istisnadır burada. Kilon çaydı. Yonca, Tamamilə doğru. Gilan çayı nə ilə qidalanır? yağışlar. Qar Yağışlar. və buzlaq Qar və qapçıqdan buzlaq. başlayır da. Yüksək nival landşaftdan başlayırsa bu avtomatik olaraq. Mən bir söz soruşa bilərəm. Buyurun. Müəllim, şeydə sual düşmüşdü. Orada Paleozoy dövründə yayılan süxurları Sədərəkdə bir də Əsrçay, Zəyimçay. Onları Paleozoyun eralarına görə bölürük, eonlarına görə. Ehtiyaclı. Belə deyək də, Paleozoy özü eradır. Paleozoy Eonlara yəni. erasını biz dövrlərə bölürük. Yox, eonlar böyükdür. Kriptozoy və Xonerozoy. Eonlar eralara bölünür. Məsələn, Paleozoy eonlar eralara bölündü. Paleozoy, Mezozoy, Kainozoy, Arxeoprotezoy bunlar hamısı eradır. Bax, Paleozoy eradır. Bunun da 6 dənə dövrü var idi. Kembri Ordovik süxuru Kembri, var. Ordovik, Silur.
Bunlar alt paleozoy idi. Devon, Daş kömür, Daşkömür, Daşkömür, Perm Perim. üst paleozoydu. Və biz də demişik ki, alt paleozoy deyək də. Alt paleozoy yaşlı süxurlar əsrik çay, Zəyəm çayda, üst paleozoy yaşlı süxurlar isə Naxçıvandadır. Dərələyəz və Sədərəş Və qalxmasında onları var. bölüşdürmək mütləqdir, hə? Hə, bilin də alt paleozoy, üst paleozoy hansıdır? Bəli. İndi bunların da ikisindən müqayisə eləsək, ən qədimi təbii ki, alt paleozoy yaşlı əsrik çay, Zəyəm çaydır. Bildim, çox sağ ol. Bəli, DİM-də belə bir toxlu var. Axıra qədər işləsəz toxlunu görə bilərsiniz. Hə, davam edək uşaqlar. Bu hansı silsilədir? Murovda, Murovda. Murov. Ən hündür zirvəsi? Camışda, Camış, tamamilə doğru. 3124. 3124. 3700. 3724, bəli. Hə, Və burada bir aşırım da var. Kəlbəcərlə Göygöl. Ömər aşırımı. Ömər aşırımı tamamilə doğru. Murov dağın şimal yamacında yerləşən, gölləri mühafizə edildiyi, Qarmaqvari, Şam və Xallı Maralın mühafizə edildiyi milli park. Göygöl. Göygöl Milli Parkıdır, tamamilə doğrudur. Bəli. Sonra Daşkəsəndə Çox burada, Daşkəsəndə nə yataqları var? Polmetal. Polmetal. Daşkəsəndə polimetal yoxdur. Dəmir müəllim, dəmir. Dəmir. Dəmir, bəli, Daşkəsən Dəmiroğlu Hamançay dəmir yatağı var. Bəli. Sonra alinit yatağı. Nə yatağı idi alinit yatağı? Yatağın adı nədir? Zəhərli. Zəylik, tamamilə doğrudur. Sonra Gədəbəydə mis ehtiyatları var. Bir də Gədəbəydə qızıl ehtiyatları var. Qızıl yatağın adı nə idi qrupda? Qoşa. Qoşa yatağı. Dünya bazarına Iron Brand adı altında çıxarılır buradakı faydalı qazıntımız. Bir də əsrik Zəyəm çayda dedik ki, zəngin nə yataqları var? Daha doğrusu paleozoy yaşlı süxurlar var. Bax, göstərdiyim, işarələdiyim ərazilərdə hansı iqlim yayılıb? Siz bir dənə onu mənə qeyd edin. Hara? Tundra. Dağ tundra tamamilə doğrudur. Dağ tundra hansı hündürlükdən yuxarıda müşahidə edilir əsasən? 2700. 2700, əla. Yağıntıların əsas hissəsi hansı halda düşür? Qar halında, bərk halda. Bərk halda düşür, tamamilə doğrudur. Bu hansı ərazidir? Qarabağ. Qarabağ nə Vulkanik idi? yer. Vulkanik yer. Tamamilə doğru. Vulkanik ailəsi. Ən hündür zirvəsi? Dəli dağ. 3616. 3616. 3616. Bəli, Dəli Dağ 3616 metrdir. Burada fəaliyyətdə olan vulkan varmı? Xeyr, yoxdur. Ümumiyyətlə Azərbaycanda fəaliyyətdə olan var. Sönmüş vulkanlar var, düzdürmü? Bəli. Adlar nədir? Ayçınqıl. Qızılboğaz, Böyük İşıqlı. Qızılboğaz, bəli, Böyük İşıqlı, Gəlinqaya, Ay çınqılı, Pəri çınqılı kimi çınqıllıqlar da mövcuddur. Vulkanik süxurlar yayılıb və buradakı süxurlar, vulkanik süxurlar neçənci dövründür? Üçüncüdür. Üçüncü və dördüncü dövrün süxurlarıdır. Əla. Bu silsiləmizin adı nədir? Qarabağ silsilesi. Qarabağ. Qarabağ Qarabağ. silsiləsi, bəli. Ən böyük Bölünüb keçir Qarabağdan, gah bu dağdan, gah o dağdan. Böyük Hamısı, Kirsə. 2725. bəli, Qarabağ. Və burada 2724 Beş. metr, 2725 Beş metr, hə, 25 metr Böyük Kirs dağı hesab edilir. Onun da yanında Bala Kirs yerləşir. Kiçik Kirs. İndi gəlin buradan başlayan çaya baxaq. Bu hansı çaydır? Tərtər. Tərtər Tərtər. çayı. Tərtər çayın qidalanmasında üstünlük təşkil edən Yeraltı sular. Yeraltı sular. Əla. Vulkanik yaylıdan başlayırsa yeraltı sulardır. Üzərində olan Kəlbəcər, su anbarları. Ağdərə, Sərsəng. Sərsəng, bir də Suqovşan. su, qovşan, su anbarları yerləşir. Tamamilə doğrudur. Tərtər çayın keçdiyi inzibati rayonları tanıyaq. Kəlbəcər, Ağdərə, Başlayır Tərtər. Kəlbəcər, Tərtər, Tərtər, Kəlbəcər. ardıcılı burada. Kəlbəcər, Bax, Kəlbəcərdən Ağdərə, başlayır. Sonra Ağdərə. Ağdərə, Tərtər, Bərdə. Tərtər və Bərdə. 4 rayondan keçir. İndi hünəriniz varsa, keçdiyi fiziki coğrafi rayonları deyin. Fiziki coğrafi rayon. Vulkanik yayla. Əhsən, Qarabağ. vulkanik yayla, Sonra gəlir. Qarabağ. Qarabağ, Qarabağ. əhsən. Sonra Gəncə. Qazax Qarabağ, əla. Yox, Gəncəni görmür. Qazax Qarabağ. Qazax Qarabağ və Küdür Şirvan. Küdürüş. sonuncu da mən deyim də Kür, Araz. Kür Aras. Bəli.
4 inzibati və 4 fiziki coğrafi rayon ərazisindən keçir. Bəs bu çayımızın adı nədir? Həkəri. Həkəri çay. Həkəri çay. Həkəri. Tamamilə doğrudur. Yeraltı Həkəri çayının sular qidalanmasını qidalanma. üstünlük təşkil edən Yeraltı mənbə. suları. Yeraltı sular. Yeraltı suları. Tamamilə doğrudur. Üzərində su Başlanğıcını- anbarı. Həkəri su. Yox. Gülə, Birt, su anbarı Gülə. yerləşir. Tərtər çayı Kürə tökülür. Bəs Həkəri çayı hara tökülür? Arazda. Arazda tökülür. Arazda gəlib Kürə tökülür. Kürdə Araza tökülür. Bəli, keçdiyi rayonlara baxaq. Laçın. Laçından başlayır, sonra Laçın, Qubad. Qubadlı, sonra Zəngilan. Zəngilan. Zəngilan'da qızıl yatağın adı nə idi? Zəngilanda qızıl yatağı. Bejnəli, tamamilə doğrudur. Zod yatağı hardadır? Zod Kəlbəcərdə. Zod Kəlbəcərdə Kəlbəcərdə. qızıl yatağı idi. Tamamilə doğru. Respublikamızın yüksək dağlıq ərazisində hansı dövrün süxurları yayılıb? Yüksək dağlıqlarda Bəli, Qura. Yura, Üçüncü Yura dövrün. ilə. Yura. Orta dağlıqda isə Bəli. Təbaşir dövrün süxurları yayılıb. Təbaşir. Baş. Tamamilə doğrudur. Bizdə meşə landşaftı altında hansı torpaqlar yayılıb respublikamızda? Dağ meşə torpaqları Açıq hansı? şabalıdır. Açıq şabaldı, dağ çöllərindədir. Qonur meşə Qəhvəyi. Qonur meşə. Hə, və qəhvəyi qəhvəyi. meşə. Humusun miqdarı ən çox olan torpaqlar necə torpaqlardır? Hansı rəngdir? Qara. Qara. Qara torpaq. torpaqlar. Bax, bu üç torpaqda əkinçilik hansı şəraitdə aparılır? Suvarma yoxsa dəmiyə? Suvarmadır. Su varmı? Təbii ki, dəmiyə. Yəni, uşaqlar, sadə dildə izah edək bu formada. Əgər iqlim yarım səhradırsa, orada suvarma aparılar. Bizdə bayaq da dediniz ki, özünüz boz səmən, boz qonur torpaqlar düzən ərazilərdədir və əsasən də bu yarım səhra iqlimi daxilində formalaşan torpaqlardır. İqlim yarım səhradsa, deməli rütubətlənmə əmsalı 0,3-dən kiçikdir. Və yəni rütubət azdır. Rütubətlənmə əmsalı 0 ilə 1 arasında dəyişir. Əgər 1-ə yaxındırsa, bəzən olur ki, ifrat rütubətlənmədə 1-i də keçir. 1-ə yaxın, 1-dən böyükdürsə, burada artıq rütubət çoxdur. Amma 0-a nə qədər yaxındırsa, orada rütubətlənmə əmsalı kiçikdir. Rütubətlənmə əmsalının kiçik olduğu ərazilərdə insanların suvarılmasına ehtiyac var. Yəni təbii halda bitə bilməz. Amma respublikamızda mülayim isti iqlim daxilində, alçaq və orta dağlıq ərazilərdə, yəni dağlıq sözü var, dəmiyə əkinçiliyidir. Deməli, qonur meşə, qəhvəyi meşə, qara torpaqlar düzən ərazilərdə yayılıb, yoxsa dağlıq ərazilərdə? Təbii ki, orta və alçaq dağlıq ərazilərdə yayılıb da. O zaman ona görə də burada dəmiyə əkinçiliyi xarakterikdir. Yaxşı. Dəmiyə əkinçiliyi xarakterik olacaq. Sonra, Zəngilanda Bəsit çay qoruğunda nə mühafizə edilir? Çınar, şərq çınarı. Şərq çınarı tamamilə doğrudur. Sonra, Şahdağ Milli Parkı Respublikamızın ən böyük milli Ən parkıdır. böyük, bəli. Nə Turizm mühafizə edilir? kompleksidir. Müəllim, buzlaqlar, tur ayı. Turizm kompleksi deyək, Bəli. Şahdağ. Sonra, Dağ landşafı, sonra buzlaqlar, sonra tur ayı var idi deyə səfərlərimsə bir də orada. Onlar mühafizə olunur. Dağıstan turu və s. Yəni kompleks qorunur. Burada hansı milli park var? Xızı ərazisində. Altı ağac. Altavaz tamamilə doğrudur. Bəs buradakı milli parkımızın adı nədir? Samur yalan. Burada Damur Yalama Yalama. Milli Parkı düzən meşə qorunur. Buradakı milli parkımız nədir? Abşeron. Abşeron. Abşeron Milli Parkı nə mühafizə edilir? Xəzər suyu. Su iti. Xəzər su itiləri mühafizə edilir. Tamamilə doğrudur. Azərbaycan haqqında artıq ümumi fikirlərimiz formalaşdı. Gəlin faydalı qazıntıların şərti işarələrinə baxaq. Ondan sonra deməli, bu nəyin işarəsidir uşaqlar? Neft. Neftin işarəsidir. Tamamilə doğrudur. Əsas neft yataqlarımız. Əsasda 3 dənəsini deyin bəsdir. Bir Azəri, heybətdir Allaha yaşama. Azəri, Azər, Sıra, Güneşli. Çıraqlı. Çıraq, Çıraq. Günəşli. Güneşli. Bax, bu 3 yataq elədir ki, gecə saat 3-də zəng elib yuxudan durursalar, bunu advız kimi əzbər deməlisiniz. Yaxşı.
O qədər əzbər bilməlisiniz ki, bunu qarışdırmaq olmaz. Azərçıraq, Günəşli, dənizdə olandır. Hə, sənin saydıqların da əslində düzdür. Pirallahı, Bunlar Siyəzən, quruda olanlardır bence. Mollakənd, Muradxanlı. Bəli, quruda olanlardır. Quruda olanları seçmək asandır. Amma dənizdə olanlar ən vacibdir. Sayıb böyüdə bilərik əslində, amma Azərçıraq, Günəşli. Muradxanlı və Mollakəndin oxşar cəhəti nə idi? Hər ikisi deyəsən bir dövrdə yaranıb, bir dəqiqə. Bəli, Mezozoy Aynen. erasıdır. M hərfi. Aynen. Respublikamızda yaranan neft qaz hamısı Kaynezoydur. Onlar ikisi Mezozoid. Mezozoid. Bu nəyin işarəsidir? Gaz. Təbii Qaz. qaz. Ən böyük təbii qaz ehtiyatımız, yatağımız, Qobustan. xeyr, dənizdə. Hə, Şahdəniz, Ümid Abşeron. Şah dəniz, bəli, ən böyük Şah dənizdir. Sonra Ümid Abşeron. və Abşeron. Qazdan da bunu unutmuruq. Abşeron, Abşeron. Onda Nəysə. dənizdə olanları əsas götürürük həmişə. Bəli, ən əsaslar bunlardır. Sonra quruda olanlar isə Qaradağ, Gürcən, Qaradağ, Qobustan. Gürcən, Zirə, Zirə, bəli, Qaradağ, Qobustan. Qobustan. Əsas qaz yataqlarımızdır. Əla. Bu nəyin işarəsidir? Yanarşist. Yanarşist. Əla. Qobustan, İsmayıllı. İsmayıllı, Quba. Quba da var idi, bəli. Qobustan, İsmayıllı. İsmayıllı və Quba. Əsas bunlar idi. Yanarşist. Sonra bu nəyindir? Dəmir. Dəmir. Dəmir hansı rayonumuzdadır? Daşkəsəndə. Daşkəsən. Dəmir Daşkəsən. Daşkəsən. D hərfini yadda saxlaya bilərsiniz. Dəmir Daşkəsən. Amançay, Dəmiroğlu, Daşkəsən. Hamançay, Dəmiroğlu, Daşkəsən yataqları əla. Bu nəyin işarəsidir? Allit. Alnit nə O da yatağıdır? Zəylikdə var idi. Zeyli. Daşkəsən. Daşkəsəndə zəylik yatağıdır. Əla. Filizdir bu da. Filiz kimi qəbul edirik. Bu nədir? Polimetron. Xromit. Xromitdir. Tamamilə doğrudur. Xromit yatağı filiz yoxsa qeyri-filizdir? Filiz deməli. Təbii ki, filizdir. Xromit yataqları Kəlbəcər və Laçında var. Laçın. Göydən ipək. Laçın. Tamamilədir. Kəlbəcərdə olan yataq Göydəni. Göydərə. əla. Laçında İpək. ipək yatağıdır. Əla. Sonra növbəti. Qızıl. 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 Əla. Kəlbəcər, Gədəbəy, Zəngilanda var. Kəlbəcərdə Zod idi. De ki, Zəngilanda Vejnəli. Qızıllı. Zəngilan, Gədəbəydə də qoşa. Ağdərə və Gədəbəy. Gədəbəy. Kəlbəcərdə Zod var. Zəngilan, Vecnəli. Qızıl. Vejnəli. Vejnəli, Ağdərə, Qızılbulaq. Qızılbulaq, Gədəbəydə Qoşa. 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 Qızıl filiz yoxsa qeyri-filiz? Filiz. Filiz. Əlbəttə ki, filizdir. Bu nəyin işarəsidir? Mis? Yox. Molibden. Molibden, əla. Molibden mis? Molibden. Filiz, düzdürmü? Bəli. Yayıldığı yataqlar, Paraqaçay. bəli, Paraqaçay, Diyaqçay. İkisi də hansı rayonda? Orduba. Orduba. Ordubadda. Bəli. Bu nəyindir? Sivə. Zivə. Civə. Kəlbəcərdə yayılıb Azərbaycan. Laçındaydı. Kəlbəcər və Laçın. Bəli. Civə filizdir yoxsa qeyri-filiz? Filizdir, filiz. Filiz. Tamamilə doğrudur. Hətta belə bir şey var. Biz müəllimlərlə intellektual yarışa gedəndə orada belə bir sual vermişdilər ki, hansı kimyəvi elementi hansısa ingilis alimi liftə bənzətmişdir? Avtomatik olaraq ağla gələn civədir. Çünki termometrdə olur. Temperatur artanda nə edir? Yuxarı qalxır. Temperatur azalanda aşağı düşür. Yəni civəni liftə bənzədilər. O mənada ki, qalxır və enir. Yataqlar Kəlbəcər, Laçın. Kəlbəcərdə olan Şorbulaq. bəli, ağ yataq, Şorbulaq. Lefçay. Şorbulaq, Löhçay. Buna əvvəllər Löhçay deyirdilər. Lefçay. Laçında Gilgəstay. Qozanlı və Gilgəz çay. Bəli.
Sonra bu nədir? Polimetal. Polimetal. Filiz yoxsa qeyri-filiz? Filizdir, filiz. Filiz. Yayılıb. Balaçan Balaçan, Zakatala. Zakatala, Şərur, Zakatala, Balaçan. Şərur dedik. Gəldi. Ağdərə. Ağdərədə Mehmana. Mehmanə. Balaçan, Zakatala. Nazımçay. Kilitsay, bəli, Katexçay. Balaçençay, Kastaq və s. Çoxdur yataq. Şərurda isə Gümüşlü. Gümüşlü. Bəli. Ağdərə mehmanə. Ağdərədə mehmanə oldu. Sonra bunlar nədir? Qeyri-filiz. Duzlardır. Bəli, qeyri-filizlər. Sonra bu nəyin işarəsidir? Gipsin. Cipsin işarəsidir. Əla, Ağcakənd cips yatağı. Bu nə idi? Vars qumlarının. Kuvars qumu, əla. Hansı yataqlar var? Hökməlli bir də ki, Hacıvəli Hökməni. Hacıvəli və Höküməli. Tamamilə doğrudur. İnşallah. Bir dəqiqə mən burada olan şagirdlərimizi qeyd edeyim. Olmayan şagirdlərin valideynlərinə məlumat göndərmək üçün. Zəhra Əhmədli buradadır. Zöhrə burada. Zöhrə. Sonra Hüseyn Əsgərzadə. Sonra İbrahim buradadır. Buradayım. Sonra Nəzrin, Nihal, Burada. Ayxan Quliyev, Ayxan buradadır, Raik buradadır. Sonra Səkinə buradadır. Sonra Xədicə buradadır. Burada. Hamının adı çəkildi də düzdürmü burada olanların? Bəli. Çəkilməyən var. Yaxşı. Tamam, davam edək. Bu Kuvars qumunun işarəsi oldu. Hacıvəli və Höküməli. Sonra bu yuxarıdakı Mərmər. Mərmər qeyri-filiz metamorfik suxurdur. Yataqları Quba, Daşkəsən, sonra Qərbi bir də. Şərur Ağdam. Daşkəsən Şərur dedik. Bəli, Şərur. Bu Teorik tikili. Seolit. Bu Zeolit isə kimi. Sement. sement, tikinti materiallar. Bunlar hamısı qeyri-filiz. Qarabağ. Demək. Qaradağ, Bakıda, bəli, bir də Tovuzda yataqları vardır. Bunlar əqiqdir, sonra baritdir, burada travertindir. Bu isə cirdir, bentonit gil. Bentonit gil hansı Bentonit gil. yataqdadır? Salahlı. Daşsalahlı. Daş silahlı qazaq. Bu nəyindir? Kükürt. Kükürt, qeyri-filiz. Bu Dolomit. dolomit yatağıdır. Bu nəyindir? Perli. Perlit. Bəli. Faydalı qazıntılarımız da bura qədər. Sonra keçək. Dünya ilə bağlı, dünyanın coğrafi mövqeyi ilə, dünya xəritəsi ilə bağlı biraz sual-cavab edək. Sonra keçib bir neçə qəbul sualına baxacağıq sizinlə. Ölçüləri falan eləyir indi. Yox, ölkəyə hələ tələsmirik. Ölkəni gedin evdə oxuyun, dərs müddətində sual-cavab edəcək. Hələ ki, fiziki xəritə. Fiziki xəritədən axırıncı dərsdə sınavda xoşuma gəlmədi nəticələr. Belə bir xəritə açıram. Yəqin ki, görürük. Mən burada rəqəmləri qeyd edəcəm. Siz hansı deməli ərazi olduğunu qeyd edəcəksiniz. Bir rəqəm ilə qeyd olunan dəniz. Karib dənizi. Karib Karib dənizi. dənizi. Əla. Karib dənizi ilə Karib dənizini Sakit Okeana birləşdirən kanal. Panama. Panama kanalı. Əla. Tamam. 2 rəqəmi ilə göstərilən körfəz. Kuzon.
Hudson Hudson. körfəzi. Əla. Üç rəqəmi ilə göstərilən yarımada. Labrador. 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 4 rəqəmi ilə göstərilən yarımada. Somali. Somali yarımadası get-gedə Afrikadan Bəli, ayrılır. Uzaqlaşır. Ayrılır. ayrılır. Divergent. Tamamilə doğrudur. Sonra bir rəqəm nə idi? 5 rəqəmi ilə göstərilən körfəz. Alyaska. Alyaska. Bəs bu yarımadanın adı nədir? Alyaska. Elə Alyaska yarımadası tamamilə doğrudur. 6 rəqəmi ilə göstərilən dəniz. Bering. Bering Bering. dənizi. Bering. 7 rəqəmi ilə göstərilən dəniz. Kod. Skot dənizi. 8 rəqəmi. Bosfor. Beaufort. Bos. Beaufort Bos. dənizi. Sonra 9 rəqəmi ilə göstərilən dəniz. Baffin. Baffin. 10 rəqəmi ilə göstərilən ada. Baffin. Baffin torpağı. Deməli, Baffin dənizi mövqeyinə görə necə dənizdir? Şimal dənizi değil mi? Adaları. Adalar arası dənizdir. Bəli, adalar arası tamamilə doğrudur. 11 rəqəmi ilə göstərilən ada. İslandiya. İslandiya necə mənşəlidir? Vulkanik materik yoxsa mərcan? Vulkanik. Vulkanik. Hansı tavaların divergentidir? Grenlandiya ile. Avrasya və Avrasya mı? Asya. Şimali Avrasya, Amerika. Şimali Amerika tavalarının divergent sərhədində. Tamamilə doğrudur. Və buradakı adaların adı nədir? Azor adalarıdır. Azor. Buradakı adaların adı nədir? Soyuq cərəyan da var, eyni adlı. Kanar. Kanar adalarıdır, tamamilə doğrudur. Kanar. Sonra bax burada da adalar var. Napolyon Bonapartın sürgün edildiyi ada. Müqəddəs 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 Yelena, tamamilə doğrudur. Hansı tavaların ayrılma sərhədindədir? Cənubi Amerika ilə Afrika. Afrika, tamamilə doğrudur. Sonra hansı rəqəmdə qaldıq axırıncı? 11-i dedik, düzdürmü? 12 rəqəmi ilə göstərilən körfəz. Bengal körfəzi. Bengal körfəzi. Bengal körfəzi. Bengal körfəzinin şimal hissəsində duzluluğun az olmasının səbəbi nədir? Ora çaylar tökülür. İri çayların tökülməsi. Bəli, Brahmaputra çayı tökülür deyə da. Qanq və Brahmaputra tamamilə doğrudur. 13 rəqəmlə göstərilən çay, dəniz. İnternet getdi deyəsən tutub qalıram. 13 rəqəmi. On üç rəqəmi ilə göstərilən Cənubi Çin. Cənubi Çin. Cənubi Çin tamamilə doğrudur. Bəs 14 rəqəmi ilə göstərilən Sarı dəniz. Sarı dəniz. Sarı dənizdir. Tamamilə doğrudur. Sonra bax burada göstərilən dağlar. Himalaya. Sizə görə dedim. Tələsmirəm. Bir. Rast. Davam edək. Deməli, Şimali Amerikanın qərb hissəsində yerləşən dağlar. Burada yerləşən dağ sistemi necə adlanır? Hansı dağlardır burada? Kordilyer dağları tamamilə doğrudur. Kordilyer dağlarının şərq hissəsi necə adlanır? Mezozoy yaşlı qayalı dağlar. Kordilyer dağlarının yaranmasına səbəb olan tavalar? Sakit Okean və Şimali Amerika. Sakit Okean, Şimali Amerika tavalarının toqquşmasıdır. Ən hündür zirvəsi Şimali Amerikanın McKinley dağlarıdır, tamamilə doğrudur. McKinley dağı. Ən alçaq nöqtəsi Ölüm dərəsi. Ölüm dərəsi.
Bəli, -86 metr ölüm dərəsi hesab edilirdi. Materikin şərqində yerləşən qədim dağlar Apalak Apollo. dağı. Apalak. Apalaç dağı. Düzdür. Ən hündür zirvəsi necə adlanır? Mitchell. Kim olsun? Mitchell. Mitchell zirvəsi 2037. Düzdür. Yaxşı. Bu gölümüzün adı nədir? Hansı? Yuxarı göl. Yuxarı. Yuxarı gölü. Dünyanın ən böyük şirin sulu gölüdür ifadəsi. Düzdür. Doğrudur. Düzdür. Buna bir rəqəmidir. 2 rəqəmi ilə göstərilən göl. Michigan. Michigan. Yalnız ABŞ-da yerləşir ifadəsi. Düzdür. Doğrudur. Düzdür. Digəri qalan 4 dənəsi ABŞ-Kanada sərhədindədir. Bəs bu nədir? 3, Ontario. Ontario. 4, Eddie. Eri, 5, Ontario. Ontario. Deməli, yuxarı, Michigan. Michigan, Huron. Eri, Ontario. Ontario. Eri və Ontario arasında şəlalə var. Bəli. Niagara. Niagara Niagara şəlaləsi. şəlaləsi. Tamamilə doğrudur. Bu körfəzin adı nədir? Meksika. Meksika körfəzi. Bu körfəzin adı nədir bəs? Kaliforniya şəhəri. Kaliforniyaya. Kaliforniya. Bu çayın adı nədir? Colorado. Colorado Colorado. çayıdır. Bəli, Colorado çayı üzərində dünyanın ən böyük nəyi yerləşir? Kanyonu yerləşir. Kanyonu yerləşir. Bəli, böyük kanyon Böyük kanyon. Bəli. yerləşir. Tamamilə doğrudur. Əla. Bu adamımızın adı nədir? Florida. Florida. Kuba. Ada. Kuba. Bu yarımadanın adı nədir? Florida. Florida. Tamamilə doğrudur. Buradan keçən isti cərəyanın adı nədir? Oradan. Gulfstream. Gulfstream. Bəli, Avropaya gəlir nə olur bəs bu? Şimali Atlantika. Şimali Atlantika cərəyanı tamamilə doğrudur. Şimali Atlantika cərəyanı Şimal Buzlu okeanda hansı dənizləri qoymur donmağa? Norveç dənizi. Norveç və Bir de Paris. Baris Baris. dənizləri qoymur. İsti cərəyanlar yağıntı gətirir yoxsa səhra yaradır? Yağıntı gətirir. Əla. Suyu duzlu olur yoxsa duzlu qazı olur suyunda? Duzlu az olur. Az olur. Az. Buxarlanma çox getdiyinə görə isti cərəyanlarda demişik ki, duz çox olur. Duz- Buxarlanır, duz qalır. Yaxşı. Yağıntı gətirir. Hə? Bəs demədik yağıntı gətirir. Yağıntını sahillərə gətirir də. Hə. Yağıntını gətirib göndərir materikin daxilinə, sahillərə. Amma özündə duzluq çox olur. Şimal yarımkürəsində cərəyanlar, daimi küləklər hara meylidir? Şimala. Cənuba. Yəni sağa yoxsa sola? Sağa. Aha. Şimalda sağa Hı. meyl edir, Cənubda cənubda sola. isə sola meyl edir. Tamamilə. Bu gölün adı nədir bəs? Cənubi Amerikanın sahəcə ən böyük gölü Maracaibo gölüdür. Hansı ölkə ərazisindədir? Venezuela. Venezuela. Tamam. Bura hansı çay tökülür? Burada bir möcüzə də baş verirdi. Nə olur? Catatumbo möcüzələri. Deyirdik, Bəli, bu günün duman 7, paylar. 10 saat şimşək çaxırdı. Bəli, burada deməli, hansı təbii ehtiyat zəngindir? Neft. Neft ehtiyatları, bəli, Maracaibo gölündə zəngindir. Bir də Venezuelada hündürlüyü 800-1800 metr olan relyef formaları var. Masavari dağlardır. Avatar filmini xatırladır. Bu dağlar necə adlanırdı? Tepuilər adlanacaq. Ant dağlarının formalaşmasına səbəb olan tavalar Moskva, Cənubi Amerika. Cənubi Amerika. Cənubi Amerika tamamilə doğru. Burada yerləşən səhra Atakama. hansı ölkədə yerləşir? Chile. Cilidə. Çin. Deyildi. Atakama səhrası necə səhra idi? Dünyanın ən Dünyanın qurutlu səhrası. Quraq səhrası. Burada nə var idi digər? duman tutan pərlərdən istifadə olunur. Bəli, adı suya çevirirdilər. Ant sözünün mənası nə deməkdir? Nə qurşağıdır bura? Mis. Kurtarmış koşan. Mis. Xüsusən iki ölkə fərqlənir misə görə burada. Chile ilə Çili və Dəki. Peru. Peru və Çili tamamilə doğru. Braziliya isə dəmir ehtiyatlarına görə fərqlənir. Buradakı dağlar hansılardır? Atlas dağları. Yaşına görə necə dağlardır? Davan dağları. Davan dağları. Davan dağlarda suxurların yatım ardıcılığı nə adlanır? İnqilab. Antiklinal. Antiklinal, sinklinaldır. Cavablar. Neçə yarımkürədə yerləşir? 3. Solda. Üç yarımkürədə. Ekvatordan şimalda. Bəli, Qərb, üç şərq, şimal. şimal. Bəs hansı ölkələrdə yerləşir desə?
Mərakeş, Əlcəzair, Tunis. Əlcəzair, Tunis. 3 ölkədir. Bəli, bu sizə demişəm, mənim bir şagirdim vardı, 29 düz yazmışdı. Bir dənə bunu səhv yazmışdı. Cümlə olaraq verilmiş ki, Atlas dağları 3 ölkədə yerləşir. Yəni adi bir şeydir də. Bunu məsələn sual cavablarda qeyd edirik. Sonra Şərqi Afrikada suxurların yatım ardıcıllığı əsasən nəyə uyğun gəlir? Horst Graben. Aslan Graben. Qraben, tamamilə. Göllər Horstda yaranır yoxsa Qrabendə? Qrabeldə. Graben. Əsasən Qraben. Qrabendə yaranan göllər Victoria. Rudolf, Tanganyika. Rudolf, Tanganyika. Viktoriya platformanın əyilmə zonasında yerləşir, zəif əyilmə zonasında. Viktoriya olmaz. Bəli, Rudolf, Tanganyika. Bəli, bax burada Niyasa. Rudolf, Niyasa. bura Tanganyika, bura isə Niyasa. 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 3 dənə gölü yadda saxlayın. Hə, biz Atlas dağlarından dedik ki, işte Atlas dağları nə qurşağı idi? Hansı təbii ehtiyatlar zəngindir? Burada Filiz. Fosfor. Fosfor. Bəli, fosfor ehtiyatları zəngindir. Florida və Mərakeş. Ən çox Mərakeşdədir, Atlas dağlarındadır. Bəs Hindçin yarımadası, Malakka yarımadası, Qalay Golf. Qalay, Wolfram. Wolfram tamamilə doğrudur. Sonra Cape York yarımadası. Bəli, Avstraliyanın şimalı. Avustraliyanın. Burada hansı təbii ehtiyat zəngindir? Dünyanın boksit hasilatına görə birinci olan regionudur. Bu faydalı qazıntıların birinci olmasına görə müəyyən edir. Gəlin bir neçədən də qəbul sualına baxaq, ondan sonra